Sidik kisəsi ekstrofiyası, epispadiya nədir? Epispadiya sidik kanalının anomaliyasıdır. Biz hər zaman hipospadiya danışırıq, kanal altda yerləşir. Epispadiya isə əksinə üstdə yerləşir. Penisin baş forması var, cisim forması var və total epispadiya var. Total epispadiya yanaşı olaraq sidik kisəsi ekstrofiya ilə bərabər olur ki, bəzi hallarda bu zaman ekstrofiya nədir? Qarnın ön divarında bir defekt olur və sidik kisəsinin ön divarı olmur. Sidik kisəsi açıq şəkildə çöldə olur və buradan sidiyə çıxır. Valideynlərə vurğulamağımız və öncə nəyi vurğulamaq istəyir ki, sidik kisəsi ekstrofiyasında ilk 20 gün 1 ay qədər mütləq cərrahi müdaxilə olmalıdır. Çünki sidik kisəsi vaxtında yığılmazsa onun ölçüsü balaca qalaraq və sidik kisəsinin boyun hissəsi gec yığıldığına görə beyinlə əlaqə tutmadan sidik qaçırması baş verə bilər. 1 ayına qədər əməliyyat olmuş xəstələrdə bu faizi daha yüksəkdirsə, 1 ayından 3 ayına qədər əməliyyat olmuş şəxslərdə 50-50-dir. 3 aydan sonra əməliyyat olmuş xəstələrdə isə daha azdır ki, və hətta sıfıra bərabər ola bilər ki, bəzən ömür boyu sidik qaçırma olur. Bunu professionallar tərəfindən icra olunması tövsiyə olunur. Biz sizə açıq deyil deyən tam əməliyyat videolarını göstərmirik əlbəttə ki, amma hər zaman vurğulayırıq ki, bu xəstələr olduğu halda mütləq professional uşaq cərrahına göstərməniz tövsiyə olunur. Təşəkkür edirik.